Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Allah ibadət itaətlərinizi, dualarınızı qəbul eləsin inşallah. İnşallah bugün də Nəhcül Bəlağə söhbətimizdə əziz və dəyərli ustadımız Hacı Əhlimandır. Hacı Əhlimanın inşallah yenə də gözəl və şirin sözlərindən, mucizəsindən bəhrələnərik inşallah. Selamun aleykum və rahmetullah. Salam və rahmetullah. Təşəkkür ederim. Allah kömək olsun. Hamını salamlayıram mən də inşallah. Allah çox sağ olun. Möminlərə salamat eləsin inşallah. İşlərin avan eləsin. Ruzuların bol eləsin. Müşküllərin həll eləsin inşallah. Allah Teala arzularına çatdırsın hamısını inşallah. Amin inşallah. Hacı, biz 16-cı xütbəni bitirdik demək olar ki. İndi bugün inşallah 17-ci xütbəyə, Nəhcül Bəlağədən 17-ci xütbəyə inşallah başlayarıq. Burada Həzrət çox mühüm bir iş haqqında xütbə etməyə başlayır. İnsanlar arasında hökm etmək. Bu hökm etməyə kimlər layiqdir, kimlər layiq deyil. Ümumiyyətlə, əslində bu ümumi bir mənadır. Yəni, Allahın liderlik... xoşuna gəlməyənlər kimlərdir ümumi bir formada? Bəli. Ümumiyyətlə, liderlik kim edə bilər? Liderlik, təkcə liderlik məsələn, həm insan öz iş yerində, həm evdə, ailəsində, həm cəmiyyətində, hər hansı bir yerində. Bu məsələyə belə baxış eləyəndə Allahın xoşuna gəlməyən bəndələr. Bəli, bəli. Yəni, bu cürə mövzunu qoysun, daha yaxşı olardı. Allahın xoşuna gəlməyən, əbəqəzə, yəni onu ki, Allah sevmir və əksinə də, yəni sevmədiyi yerdə cütay şey var da, qəzəbi də var da. Allahın sevmədiyi iki dənə dəstədir. Allah Teala buyurur. Əbğəzən nas xəlaiqi ilallahi rəculan. Özdə əvvəl xəlaiq deyir. Bir var deyə əbğəzəl insan, əbğəzən nas. O, biraz mövzunu Həzrət böyüdüb, bütün varlıq aləminin, məxluqatın hamısının içərisindən seçib. İnnə əbğəzəl xəlaiqi. Yəni, insanla da müqayisə eləyəndə, başqa məxluqla da müqayisə eləyəndə, hamısından çox Allahın acığı gələn iki rəculan, iki dənə kişidir. Rəculandan da məqsəd kişi, yəni iki dənə insan. İki insan, iki şəxs. İki dənə də insandan məqsəd, yəni iki sinifdir. O bir nəfər də ola bilər, milyon nəfər də ola bilər. İki dəstədirlər. Bunlar Allahın ən çox acığı gələn insanlardır. Deməli, bir, rəzulun və kələhullaha ilə nəfsi. Deməli, Allahın ən çox acığı gəldiyi insanlar iki dəstədir. Birinci dəstənin xüsusiyyətləri indi buyurur. Birinci dəstənin xüsusiyyətləri. Birincisi budur ki, deyir, rəzulun və kələhullaha ilə nəfsi. Bir dəstədir ki, Allah Teala onu buraxıb öz başına. Yəni, özün özünə vəkil edib həmin adamı. Söz sadə sözdür, zahirdə baxanda. Elə bil ki, məsələn, sən mənim müəllimimsən, mənə deyirsən ki, da özün bilərsən. Mən gedib başqa müəllim də tapa bilərəm. Siz də gedib başqa şagird də tapa bilərsiniz. Məsələn, biri işdən çıxardırlar, bilirsən, özün bilərsən də işləmə bizdən çıx ki, məsələ bu qədər sadə görükür. Amma düşünsək ki, Allah Teala'nın bizim üzərimizdə ne'məl Mövla və ne'məl vəkil deyir ki, Quran-ı Kərim, Allah nə gözəl Mövladır və nə gözəl vəkildir. Bir növ o ayədir də, səhv eləmirəm. Bəli, ayədir. Ne'məl vəkil, Allah gözəl vəkildir. Deməli, Allah bəndəsinə o qədər dəyər verib, o qədər üstünlük verib elə o, bundan qabaqki xütbədə danışdığım o mövzuların əsasında Allah bəndəsi tərəfindən vəkil olub. Özdə deyib, ne'məl Mövla və ne'məl vəkil. Sizin Mövluz gör nə gözəl Mövladır və sizin vəkiliniz gör necə gözəl vəkildir. Yaxşı, indi Allah bəndəsini yaradanda, onu xəlq eləyəndə, onun bütün sahələrdə vəkilliyin öz üstünə götürəndə insana bu qədər dəyər verir, bu qədər üstünlük verir və seçir onu, özü olur onun vəkili. Yaxşı, məsələn, görürsən, biri gəlir, deyir ki, mən falan kəsin tərəfindən gəlmişəm, mən onun vəkiliyəm. Baxıb bir deyirsən ki, bu, məsələn, gör, necə adamdır ki, filan kəs bunu özünə vəkil seçib. Yaxşı. Yəni, o vəkilin özünə orada dəyər verirsən ki, bu nə boyda adamdır ki,
nə gözəl vəkildir ki, nə savadlı vəkildir ki, nə bacarıqlı vəkildir ki, məsələn, filan kəs kimi bir dənə qüdrətli adam, böyük adam bunu özünə vəkil seçib. Yəni, o adamın özündən nəyə dəyər verə bilirsən? Vəkilə dəyər verə bilirsən. Bəzən də vəkildən müvəkkilə dəyər verə bilirsən. Bax, biz burada Allaha dəyər verə bilmərik. Allaha dəyər verənmərik. Biz kimik ki, Allaha dəyər verə? Yəni, nə mənada? Əlazübillah, qiymətləndirə bilmərik. Yoxsa bütün dəyərləri Allah verir bizə. Bütün dəyərləri Allah yaradıb. Bütün yaxşılıqları Allah yaradıb. Bu baxımdan demirəm mən. Yəni, biz onu qiymətləndirə bilmərik. Amma qiymətə mindirə bilmərik. Mindirə bilmərik. Biz çata bilmərik ora. Yəni, heç nə dərəcədədir, ona çata bilmərik. Amma burada bir dənə mövzu var. O mövzu var ki, bədbəxt insana deyə bilərik ki, sən gör nə qədər yaxşı bir məxluqsan, nə qədər gözəl bir məxluq imişsən, nə qədər dəyərli bir varlıq imişsən ki, Allah kimi varlıq sənin tərəfindən vəkil olub. Sənə vəkillik edir. Cəmaət adi bir dənə 5 il institut oxumuşu, imzalayır, ondan sonra müqabilə yazır, pul köçürdür, nə bilim, neyinir, xahiş edir, qəbuluna düşür. Ta məsələn, həmən vəkilim olur, məsələn, bu hüquqi məsələni, ya məsələn, bu iqtisadi məsələni həll elə, ya bu məsələn, xahiş edirəm, nə olar, məsələn, mən öləndən sonra mənim, məsələn, vəsiyyətlərimi sən neynə, yer-beyir elə. Amma burada səndən heç nə istəmədən, səndən heç bir müqabilə bağlamadan, ondan sonra sənə əziyyət vermədən, ne'məl Mövla və ne'məl vəkil. Allah gör nə gözəl Mövladır və sənin nə gözəl də vəkilindir. Bədbəxt insan. Bax gör sənə kim vəkillik edir. Əslində insanın dəyərli olmağının bir əlamətidir. Əlaməti odur da. Ona görə deyirəm ki, məsələn, Allahın insan tərəfindən vəkil olması Allah'a dəyər gətirməz. Məsələn, biz Allah misalı biraz çox iri misaldır da. Biz onu məsələn, başqa məxluqatda, məsələn, Peyğəmbərin bir nəfərin vəkil olmağı, imamın bir nəfərin vəkil olmağı, adi bir adamın vəkil olmağı, Peyğəmbərə, imama dəyər gətirməz, fəzilət gətirməz. Çünki bu bir nəfər nə qədər üstün olsa, məsumdan üstün ola bilməyəcək. Amma bir nəfərə Peyğəmbərin vəkil olmağı, imamın vəkil olmağı, həmin nəfərə dəyər gətirər. Gəl, bəxtəvər başına gör, nədir? Peyğəmbər onun üçün vəkillik eləyir. Peyğəmbər onun üçün vəkillik eləyir. Məsələn, görürsən ki, cəmaat toy eləyir, yas eləyir. Toydan, yasdan sonra danışırlar, deyirlər, məsələn, filan kəs də gəlmişdi onun toyuna. Filan kəs də gəlmişdi onun yasına. Kiminsə ora gəlməsi o adam üçün dəyər hesab olunur. İndi bax, bu misaldan görün insan nə qədər Allah Teala insana dəyər verir, olur onun vəkili. Hacı, bir dənə də burada təvəkkül ki, Quran-ı Kərim buyurur, kim Allaha təvəkkül etsə, Allah ona yetər. Təvəkkülün mənası nədir? Təvəkkülün də mənası ilə sadə hərfi mənası təvəkküldə söykənmək, ona arxalanmaq. Amma elə vəkil kəlməsindən də təvəkkül, təfəül babına gedir. Yəni, Allahı özünə vəkil seçmək. Allah niyə bunu istəyir bəndədən ki, yəni, Quran-ı Kərimdə nə qədər görür ki, möminlər gərək Allaha təvəkkül etsinlər. Allah deyir ki, siz hara getsiniz, qıracaqlar sizi, sındıracaqlar sizi. Ondan sonra dəyərinizi salacaqlar, qapıdan qaytaracaqlar, əziyyət verəcəklər sizə. Hara gedirsiniz? Hazır vəkiliniz mənəm də. Elm məndə, qüdrət məndə, xəzinə məndə. Niyə görə başqasını? Bir də ki, Allah Teala o qədər ki, insana təşviq edir, o qədər ki, insana təkid edir, özünə tərəf çəkməyə, yenə də o insana dəyər verir Allah Teala. Əlbəttə. Başqa qapıya getmə. O, məsələn, Əli əleyhissalamın burada indi o birinci kəlməyə qaydarıq deyir, Həzrət buyurur, deyir, İlahi, kəfa bi izzən ən əkunə ləkə əbdən. Keçən dəfələrdə demişdi, Allah, mənə izzət baxımından bu kifayət edir ki, mən sənə qul olam. Yəni, innəl izzətə lillah, Quran deyir, vəlir rəsul vəlil müminin. Quran-ı Kərim buyurur ki, izzət Allaha məxsusdur, Peyğəmbərə məxsusdur, möminlərə məxsusdur. Yəni, izzət oradadır. Kim də izzət tapmaq istəsə, gərək ora yaxınlaşsın. İndi Əli əleyhissalam deyir, mənim əziz olmağım hansı cəhətdən və hardadır? Deyirsən, Allah sənə qul olmaqda. Kiməsə qul olsam zəliləm. Qullar bazarda satılır, Mövlalar tərəfindən. Qullar Mövlalar tərəfindən istismar olunur.
Qullar mollalar tərəfindən işlədilir. Qullar cəmaət kimi rahat doyunca yeyə bilmir. Rahat yerdə yaşaya bilmir. İstədiyin giyə bilmir. Əslən gedib tezdən axşama qədər bir yerdə işləsə, o əlinə gələn pula da malik ola bilmir. Elə deyir. Qulluqda bir izzət yoxdur. Amma o məndə qulluğunda bir izzət yoxdur. İnnəl izzətə lillah və lirrəsul və lilmuminin. Oradadır. Əli əleyhissalam da gör, azır nə boyda insan olub Əli əleyhissalam. Yaxşı, nə boyda insan olub. Nə qədər bunun dərrakəsi, düşüncəsi olub. Deyir ki, İlahi, kəfa bi izzən ən əkunə ləkə əbdən. Allah mənə izzət baxımından bəs eləyir ki, sənə bəndə olam, sənin qulun olam. Sənin qulun olam. Ən böyük izzət sənə qul olmaqdadır. Məsələn, ona görə də Əli əleyhissalamdan bir neçə dənə şey danışırlar, soruşurlar, sən o müqayisə eləyirlər, sən artıqsan filan kəs, sən artıqsan filan kəs. Həzrət hamısına cavab verir, gəlir Həzrət Rəsulullahın barəsinə çıxanda deyir, ənə əbdun min ibadi. Mən onun qullarından biriyəm. Yəni bir dənə qulu da deyir, amma 1000 dənə qulu var, mən biri də onun. Niyə? Çünki izzət oradadır. Amma düzgün qul olasan da, həqiqi qul olasan. Görürsünüz, Allah Teala Qur'an-ı Kərimdə deyir, Əlhəmdülillah, biz təşəhhüddə deyirik də, Əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədu ənə Muhammədən əbduhu və rəsuluh. Görürsünüz acı, əvvəl Allah, Həzrəti Peyğəmbərin bəndəçiligini Allah çıxardır ortalığa. Ondan rəsulluğunu çıxardır ortalığa. Yəni gərək insan Allahına düzgün bəndə ola, yaxşı bəndə ola, səmimi bəndə ola, sədaqətli bəndə ola. Ondan sonra gələn nə ola? Onun rəsulu ola. O mərhələdən keçsə, ondan sonra o şairlər, rəddar da şeirə çəkibləri, gərək quyuya düşürsən, sonra padişah olasan. Quyuya düşəndə Allahla aranı vurmayasan. Ay Allah, nə oldu, belə adam qaldı, mənə saldın quyuya. Ay Allah, nə oldu, bu qədər adam qaldı, mən kasıb oldum. Ay Allah, nə oldu, bu qədər adam qaldı, mən özüm xəstələndim. Ya məsələn, uşağımın işi düzəlmədi. Ya məsələn, belə oldu. Hamının əkini biçdi, mənim əkinim yandı. Bunların gərək hamısını qəbul eləyəsən, axacı, bir nəfər gördü soyuq yağışın altında, bir nəfər dayanıb ayaqqabıları belə köhnə, ondan sonra belə deşik, ayağı yalın kimi, köynəyi əynində, paltarı nazik, göydən də qar tökür, yağış tökür. Buna dedi ki, sən kimsən? Dedi, mən filankəsin qulu. Dedi, və sən niyə ağla demirsən, sənə paltar alsın? O qayıtdı, dedi ki, ağam mənim ağamın gözünün qabağındayam da. Dedi, mən ağamın gözünün qabağındayam ki, ağaya deməzlər ki, ağa özü görür də. Gör, nə qədər itaəti var idi Mövlasına, quluna. Bax, indi deyir, birdən adam o həmin qul qədər Allahın qarşısında bu hadisələrdə rəftarı düz olsa, Cənab Cəbrəl Həzrəti İbrahimə deyir ki, ələkə hacətun. Deyir, fəmmə eləykə fəla. O da atılanda. O da atılandan sonra. O da atılanda yox. Hələ o da atılmayıb. Burada da hələ ümid var belə ki, üzərində bir şey ola atılmıyor. O da atılıb, o da yanır. O tüstünün içərisində, Allahın içərisində gəl deyir, ələkə hacətine ehtiyacın var, deyir, fəmmə eləykə fəla. Sənə yox. Deyir Allah. Deyir, Allahın elmi mənim nitqimdən, elmimdən, bəntiqimdən hamısından üstündür. Mən nə dillə deyim ki, Allah, mən məsələn, vəziyyətimi izah edeyim ona. Biz nə üçün deyim? Nə üçün deyim? Allah milyardlar il bundan qabaq bilirdi ki, məni Nəmrud oda atacaq. Mən indi durum Allaha nə deyim ki, deyim Allah, belə bir hadisə baş verir. Ona görə Allah, Həzrəti İbrahimin bir neçə dənə xüsusiyyətlərindən danışırlar, təvəkkülünün də üstünlüyündən danışırlar. Allaha o qədər təvəkkülü vardı, oturmuşdu orada. Deməli, hazır, belə başa düşülür ki, əgər insanın yəqini olmazsa təvəkkülü deməli yoxdur. Bəli. Çünki təqvadan sonra yəqindir də. Çünki yəqin təvəkkül gətirir. İmandır, İslamdır, müsəlman olursan, əşhədu ən la ilahə illallah deyirsən, İslam olursan, sonra salih əməl edirsən, olursan iman əhli. İman əhli olandan sonra yavaş-yavaş insanda təqva yaranır, vərə yaranır. Onların hamısı hərəsi bir-birinə, yəni xüsusi bir göstəriş, dəsturul əməl deyir bu. Ki, məsələn, kimlərsə sabah yazsınlar ki, o dəsturul əməli göstərmir, yazın bizə vermiyor. Elə bir dəsturul əməl deyir. Yəni elə budur. Yaxşı.
O alimlərə sual verirlər, deyir, bizə dəstur eləməlidir. Deyir, valla namazı vaxtında qıl, yalan da danışma və s. İki dənə şey, namazı vaxtında qıl, yalan danışma. Yalan danışma. Əllamə Təbatəvədən soruşurlar, bu şey olmaqdan ötürü, Allahın xoşuna gəlməkdən ötürü nə eləmək lazım? Deyir, bir addım atmaq lazımdır. Deyir, filancasından soruşduq, o dedi, 1000 addım. Dedi, o biraz uzaq gəlib, də qalsa o gəlib. Deyir, bir addım nə deyirsin, ayağı götür, qoy nəfsinin üstünə. Ayağı götür, qoy nəfsinin üstünə, Allah sənin kömək olacaq. Deməli, Hacı, əslində bu təvəkkül çox böyük bir işin nəticəsidir də. Əməlin nəticəsidir. Yəni, orada yəqin var, orada təqva var, vərə var. Orada həm də Allahı pak bilmək, nədən? Eyb və nöqsandan pak bilmək. Yəni, təvəkkül nədir? Mən inanıram ki, Allah hal-hazırda gücü və qüdrəti var ki, məni bu vəziyyətdən çıxartsın. Ola bilər, heç bizim elmimiz, dərrakəmiz Allahın subhanlığın tapıb ortalığa çıxartmağa bəs eləməsin. Heç məsələn də, o dərrakədə olmayaq. Elə təvəkkül eləyəndə Allaha 100% təvəkkül elə. 100% bir iki fikirli təvəkkül eləmə. Onu deyirəm də gərək yəqinim olsun. O mən deməklə deyil ki, məsələn, mən təvəkkül, amma ürəyimə cürbəcür şeylər, vəsvəsələr gəlib, birdən olmaz. Birdən məsələn olur da insanda. O gərək olmuyor. Gərək olmuyor. Allah eləyəcək də. Allah eləyəcək, Həzrəti İbrahim elədi də. Amma o istər-istəməz o mərhələlər lazımdır da. Sən yəqin mərhələsidir. Yəqindən bir çömçü olmalıdır, heç olmasın. Vərədən bir çömçü olmalıdır. Sən təqvadan sonraki mərhələ vərədir. Təqva budur ki, insanı açıq-aşkar günahdan saxlayır, açıq-aşkar ibadətlərə vadar edir. Vərə budur ki, bütün şübhəli şeylərdən çəkindirir insanı. Girdin, məsələn, toyxanaya, bilmədim bu vəziyyəti necədir, yemə. Yaxçı, afisiyantdan soruşdum, nə tərdir? Halaldır, halaldır. Hadi sən də başladın yemə. Hadi da indi belədir də, kəlmə onu deməklə halaldır olmaz axı, bunun qayda qanunu var. Ya başqa məsələlərdə. Əleyhissalam vərəyə izah eləyəndə deyir, ət-təzənnəvuf min kulli şübhə. Bütün şübhəli şeylərdən çəkinmək. Və acı, onların hərəsi indi fərz eləyib ölçük. Hərəsi bir mərhələdə nə edə bilir? Bir mərhələdə bəs eləyir. Belə də deyək də, balaca nərdivanlar var. İndi belə məsələn, buran patologun təmizləməkdən ötürü. Ondan biraz böyücü, məsələn, böyükdür. Ağac böyüdükcə gərək ondan, məsələn, meyvəsini dərməkdən ötürü pilləkənlərdə böyüdəsən. Məsələn, o şeyi ki, bu mərhələdə alırsan, ondan yuxarıki mərhələdəki bu nərdivandan götürənməzsən. Əgər insan o yəqinə yetişəndən sonra istəsə yuxarı geçsin da əməllərinə fikir verməlidir. Mən vacibatı əmələ gətirdim, mühərrəmatı tərk edirdim. Mən indi istəyirəm bir yuxarı mərhələyə gedəm. Ya Allah, nə eləcəkən? Gərək uyğunlaşdırasan da. Uyğunlaşdırasan, bəli. Gərək çəkinəsən hər şeydən. Maşını 100 ilə sürəndə 110 litr yandırır. 120 sürəndə 112 yandırır. Elədir. Sən də gərək biraz artıq yandırasan. Biraz artıq yandırasan. Vərə əhli. Baxın, rəhmətli Füzulinin sözlərinin içərisində bir dənə var. Deyir ki, vaiz ovsaf-ı cəhənnəm söylir, ey əhli vərə. Var onun məclisinə gör ki, cəhənnəm nəymiş. Demir əhli təqva. Deyir, o vaizin cəhənnəm ovsafını söyləməyini sən başa düşmək istəsən, gərək əhli vərə olasan. O məqama çatasan ki, biləsən ki, cəhənnəm nədir? Yoxsa sənə nağıl kimi gələcək. Elə biləsən ki, məsələn də şeydir, Məlik Məmmədin nağılıdır, məsələn, danışırlar. Amma o dərəcəyə çatsan, cəhənnəm ayələrini eşidəndə istilici özündə istiliyətsin. Behiş ayələrini eşidəndə o neməti, bəli, hiss eləyətsən özündə. Hacı, üzr istəyirəm. Bu neçə gündür Əhzab müharibəsi haqqında, neçə həftədir biz araşdırırıq Quran-ı Kərimdə. Quranda Əhzab surəsində 8-ci ayə olmalıdır, səhvləmirəmsə. Orada buyurur ki, İz ca'ukum min fawqikum və min əsfələ minkum və iz zağatil əbsar və bələğatil qulubul hənacir. Sonra və təzunnuna billahi zununa. Deyir ki, deməli, qoşunlar hər tərəfdən gəlir, həm yuxarı tərəfdən, həm aşağı. Yəni, Mədinə mühasirədədir, Xəndək müharibəsində. Deyir, gözlər bərəlib,
canlılar boğaza yığılır. Və siz də Allah barəsində suizənnə qatılmışsınız da, qatılmışsınız. Orada hunalikə btuliyəl mu'minuna və zulzilu zilzalan şədid. Möminlər möhkəm sınağa çəkildi və sarsıntı keçirdilər də. Möminlər. Yəni bəzən olur ki, insandan özü asılı olmur da. Görürsən ki, sıxıntı gəlir, hər tərəfdən sənin əlin üzülüb. Onda başlayırsan suizən etməyə, nə bilim, Allah məni unutdu, niyə etmədi, nə... Çıxartdı məni ortalığa, qoydu ortalıqda. Halbuki tarixdə misalı yoxdur. Hacı, o deyir ki, o ki deyir, hunalikə btuliyəl mu'minun və zulzilu zilzal, sarsıntı keçirirdilər. O deyir, Xəndək müharibəsində Əmr ibn Əbdüvət ki, başladı rəcəz oxumağa, mübariz istəməyə filan, meydanda o cür səsləndi. Deyir, möminlər deyir, heç kəsdən səs çıxmadı. Yəni, pis çıxmasın, orada Salmanlar var idi, orada Əbu Zərlər var, Mallar var idi. Heç kəs dinmir. Yəni, Peyğəmbər neçə dəfə çağırış eləyir ki, bəs kim bunun ağzını yuma bilər? Heç kəs dinmir, amma Həzrət Əli əleyhissalam. Sabit qədəm qalan da olur, onu nuş eləyən də olur. Bir dəstə görsən, tez başlayır da. Allah niyə belə elədi? Bayaq əvvəldə ona işarə elədi. Ona görə gərək insanlar dünyada hər bir sahədə hazır olsunlar da. Müharibə dazı şeytanla müharibədir. Şeytan müharibə eləyir səndən hər cürədə vasitədən istifadə eləyəcək. Və ləvnəblüvənləkum şeyin minəl xovf vəl-cu və nəqsin minəl əmvali vəl-ənfus və səmərat. Sizi Allah deyir, imtihan eləyəcək. Bəzən aclıqla, bəzən susuzluqla, bəzən qorxu ilə, bəzən canınızla, bəzən övvalınızla. Yaxşı? Və bəşşiri sabirin. Müjdəni bunların içərisində səbir eləyənlərə ver. Səbir eləyənlərə ver, yəni o mərhələləri keçirdənlərə ver. Həzrəti Əli əleyhissalam Siffin müharibəsində bir nəfərin gəlişin dedi ki, 1000 nəfər gələcək ya 100 nəfər? 1000 nəfər. 1000 nəfər gələcək. 999 nəfər gəlmişdi, bir nəfər qalmışdı. Orada Əli əleyhissalam özü rahat oturmuşdu, bir nəfər gözləyirdi. 1-2 nəfər də oturmuşdu rahat, öz işləri ilə məşğuldular. Elə arada soruşurdular, məsələn, gəlmədi. Gəlmədinin mənası budur ki, yəni biz bilirik 100% gələcək. Yaxşı. Amma laf o yaxınlardan bəziləri da durub o yana bu yana yeriyirdilər. Həyəcanlanırdılar. Məsələn, fikirləşirdilər, ilahi birdən gəlməsə imamın sözü nə olacaq? Ağa deyib gələcək. Bəzi kaş deməydi. Bəlkə gəlmədi. İmamət məqamını tanımayıblar da acılar. Ona görə. Amma bir dəstə rahat oturmuşdu. Gəldilər. Gələndən sonra hamı qayıtdı, düşdü yerinə. Amma o ki, Həzrət deyən adam, 1000-ci adam gələndən sonra çox uzaqlara dağılan adamlar var idi, qayıtdı, düşdü yerinə. Onlar 2 gündən sonra onlardan bəziləri getdi Nəhravana. Onlardan məsələn bəziləri, məsələn Şimr idi, gəldi Kərbəlaya. Şimr Siffin müharibəsində Əli əleyhissalam yanında olub da, gəldi Kərbəlaya. Özdə hətta məsələn 2 söz var da, bir Sinan kəsib İmam Hüseyin əleyhissalam başına, məşhurdur Şimr kəsib. Ziyarət Aşurada da Şimrə adı ilə lənət varımızdır. Və lənə Allah Şimrən. Yaxşı? Övlənə Allah ümmətət, əsrəzət və əlzəmət və tənəqqəbədir, liqtalik o ümmət ki, atın yəhərrədir, atın yügənlədir, atına niqab bağladı ki, o cənazələrin üstündə at tapdamaqdan ötəri ki, görsə çıxmayacaq, onun rahatlamaqdan ötürü, ondan bunların hamısını deyəndən sonra, ayrıca bir və lənə Allah Şimrən. Amma Şimr Siffin müharibəsində idi. İndi məsələn, biri desə ki, necə oldu Şimri? Siffin müharibəsində Əli əleyhissalamın yanından gəldi, Kərbəlada İbn Ziyadın qoşunda İmam Hüseyin əleyhissalamın əleyhinə nələr baş verdi? Qardaşcan o belə deyil, heç nə baş vermədi. Şimr təqvasız yaşayır. Yox, Siffində də Şimr idi elə. Bizim dildə də elə Şimr idi. O elə orada idi. Dəlil budur ki, bir nəfəri Allah gecikdirmişdi imtihan eləməkdən ötürü. Məsələn, 5-6 nəfər nə olurdu?
burada rahat oturmuşdu. Bir-iki nəfər buralarda gəzişirdi. Şimdi gedib dağın o üzündə gəzişənlərdən də qoy birdən gəlməsə elə mən buradan çıxım gedim də qayıtmayım ora. O heç orada yerində döyürdü. Orada düzgün mövqeydə döyürdü. Ona görə o ki Quran deyir mən tabə ma o tabə səməru. Quran deyir ya hədisdir. Hədis olur. Quran deyir. Mən xəbisə ma o xəbisə səməru. Kimin suyu pak olsa meyvəsi də pak olacaq. Kimin suyu acı olsa, xəbis olsa meyvəsi də xəbis olacaq. Bunun suyu elə əvvəldən xəbis idi də. Yaxşı, orada imamın gözünün qabağında deyir məsələn o Əli əleyhissalamın həyatında ki Həzrəti Rəsulullahdan sonra bəzi hadisələr baş verdi də istəmirik ki onun dərinliyinə gedək. Orada məsələn hətta o 4-5 nəfər vardı Həzrətin ətrafında. Onlardan da bir-ikisi tərəddüdə düşdü. Amma məsələn deyir bir dənə Yahudi dedi ki əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah sallallahu aleyhi və sellem. Deyirlər, nə oldu sənə? Dedi, mən bu bağlı olan qolu Xeybəri təkəlli götürüb qapısını atan görmüşəm. Burada nəsə bir İslamın bu dinin bir məsləhəti var ki, bunun qolu bağlanır. Bax görsən, onu İslam dinində olmayan bir dənə başqa millət başa düşdü. Amma burada mesela Şimr onu başa düşmədi. Görsən, namaz qılmayan başa düşür. Amma bəzi namaz qılan. Bəzi namaz qılan başa düşmür. Yaxşı. Allah eləməsin, bəzən bizim namazımız da gəlsin, bizə nə olsun? Zəlalətimizi artırsın. Ayə deyir, namazın sənə əmr eləyib bu işi görməyə. Ayətdə səhv eləmirəmsə. Deyir, namazın sənə əmr eləyib bu işi görməyə. Yaxşı. Həqiqətən də elədir. Məsələn, mən görmüşəm, biri namazını qılıb durdu, başladı böhtan şey danışmağa. Bir nəfər dedi ki, namazda öyrəndin o şeyləri. Adı namaz qılan meyraca gedir də. O gedib oraya meyracdan qayıdıb. Bir adam gedir, Soçidə dillənir, dincəlir, gəlir elə 6 ay onun havası ilə yaşayır. Biri gedir, məsələn, Kərbəlaya ziyarət edir, gəlir elə 2 ay onun havası ilə yaşayır. Məkkədən gəlir, elə başına bir ay yarıma tük çıxır, ondan da sonra biraz abi havası. Sən meyracdan gəlmirsən bu dəqiqə. Bu dəqiqə meyracdan gəlmirsən. Heç olmasa bunu zöhr namazının əsri qılana qədər bunun abi havasını saxla. Özü biz də saxlamalıyıq ha. Bəli. Elə deyir ki, o məsələn, iynədir, atasan 2 saat ağrı kəsə. Bu dərman kimidir, ağrı kəsici kimidir. Getdin ora, gərək özün saxlayasan. Ona görə də Quran deyir ki, mən cəə bil həsənə fələhu əşrəm salihə. Kim gətirsə, onun savabı var. Məsələn, bir dənə üzr istəyirəm. Burada bəlli olur ki, Allahın acığı gəlir ki, kimisə, yəni kimdən acığı gəldisə, onun vəkilliyini, yəni özünü onun vəkili də hesab eləmir. Mən də onun filankəsinin vəkili deyiləm. Öz başına buraxdım, kim nə istəyir, o da necə istəyir, geçsin, yaşasın. Allahın niyə bax bundan acığı gəlir ki, yəni kimsə o vəkil, yəni müvəkkillikdən çıxsın da, Allaha təvəkkülləmirsə, Allahı vəkil seçmişsə. Yəni Allah niyə onu vəkilli də olmur da? Allahın niyə bundan acığı gəlir? Bəli. O səbəblər var azı. Mən bilən vaxtımız çatmayacaq onları deməyə. Amma o miqdarda, yəni ki biz istəyirdik bunu deyək ki, Allahın acığı gələn adamlardan biri budur ki, rəzulun vəkələhullah ilə nəfsi, Allah onu ilahi təkinli ilə nəfsinə tərfətəyinin əbədə. Allah dua edir. Hacı, onu bir üzr istəyirəm. Həzrəti Rəsulullahdandır da. Bəli. Necə olub Rəsulullah? Hədisin deyilmə mövzusu o zehnimdə deyir, amma siz bilirsinizsə siz deyin. Mənim yadımda qalan budur ki, gecə vaxtı xanımlardan biri görüb ki, Peyğəmbər yerində deyil. Axtarıb görüb ki, Peyğəmbər səcdədədir və orada bu duanı eləyir ki, ilahi məni bir anda olsa, bir göz qırpımında da olsa, öz nəfsimə, və la əqəllə zalik, və la əksər. Yəni, öz başıma buraxma da, bəli. Məsələn, Quranda ayə var, zərhum, yəkul və yətəməttə hətta yulhihumul əcəl. Əməl. Bırax onları, qoy gəzsinlər, dolansınlar, təməttü eləsinlər də, yəni bu dünyanın ləzzətlərindən aparsınlar, tabi bu vaxt gəlib satana qədər. Bıraxır Allah başdan başına.
Vəkillikdən çıxır Allah Taala. Yulhihimul əməl, yəni onların o boş xəyalları ki var, onları qoy deyir elə boş mənasız ömür sürsünlər də, bəli. O boş xəyali əməlləri ilə, arzuları ilə oynasınlar. Yaxşı. Burada niyə? Çünki də Allah görür ki, bu mənim vəkilliyimi istəmir də. Bu çox maraqlıdır. Adətən məsələn də bir sistem biz təsəvvür eləyək. Məsələn, hər hansı dövlət sistemi. Onun prezidenti var, sonra nazirləri var, sonra onların da işçiləri var. Adətən görürsən ki, mühüm bir iş olanda yuxarılara xəbər gedir. Adətən aşağıda həll olur. Aşağıda həll olunur falan. Amma biz Allahın sisteminə baxanda yuxarıdan həll olur. Görürük ki, bu Allah Taala istəyir ki, ən belə hətta ən sadə məsələni də birbaşa ən yuxarıya gəri qaldırasın. İmam Sadiq əleyhissalam deyir ki, ayaqqabınızın ipin də Allahdan üstün. Atın nalının, mismarın da Allahdan üstün. Yeməyin duzunu deyir Allahdan. Yeməyin duzunu da Allahdan üstün. Bəli. Bu necə sistemdir ki, yəni Allah Taala ki, ən xırda şeylərdən tutmuş ta böyük şeylər birinci deyir, oraya müraciət edir. Allah bəndəsinə o qədər dəyər verir, elə o vəkil olmaqla deyir. O da vəkil olmağı da o əsasdadır da. Yəni bəndəsinin xırda işini də istəmir heç kiməsə etibar eləsin. Kiminsə əli ilə olsun, kiməsə tapşırsın. Hacı bunu necə çatdırır Allah Taala? Allah da elə deyil. Allah yəni bütün 1 milyard məsələn, neçə milyard insan hamısı gərək təvəkkül eləsin. Hamısı da Allaha görə müraciət eləsin. Hamısı da yəni tək bir neçə milyard deyir, bunun keçmişi var, gələcək var, hələ heyvanlar, hələ quşlar, hələ Allah o da o nuru səmavatı və ərz. Yerin göyün nurudur. Allah hər şeyə qadirdir. O bəhsimiz o deyir, heç eləyə də bilməyəcək o mövzuda. Çünki çətin bəhsidir. Amma onu bilirik ki, Allah belə qadirdir ona. Allah onu eləyir. Həyatdır bunu göstərir. Kim gedib özü ərzə yazıb Allahın vəkilliyindən, Allahı vəkillikdən çıxartmasa, Allah onu vəkillikdən çıxartmır. Yaxşı. Əli əleyhissalam da deyirdi ki, ilə kəfa bi izzənlə nəkun elə kəbdən. Mənə izzət baxımdan bu bəs edir ki, sənə bəndə olam. Və kəfa bi fəxrən ən təkun əli rəbbən. İnsanlar dünyada məsələn bəzi şeylərə fəxr edirlər. Əl-hakumut təkasur hətta zurtumul məqabir. Bir çoxluq tələb edirdiniz, ondan sonra öyünürdünüz, falan edirdiniz. Hətta gedib qəbirlərə, bu mənim babamın qəbridir, bu mənim babamın qəbridir, bu mənim. Burada yatanlar mənimkilərdir, ha. Bunu deyirdilər, Əli əleyhissalam da keçirdi oradan, dedi ki, ona baxıb fəxr edincə də ona baxın ibrət götürür. İbn Əbil Hədd Nəhsül Bəlağənin əhlüsünnə alimi də Nəhsül Bəlağənin şərhində yazır, deyir Əli əleyhissalamın bütün kəlamını gizlədəsən, tək bir dənə bu kəlamı ki, deyir ona baxıb fəxr edincə də ondan baxın ibrət götürün, bir Həzrətin dahi olmağına vəs eləyir o. Hətta deyir ki, mən onu deyir, neçə min dəfə oxumuşam deyir, hər dəfə oxuyanda da eyni o bəlağət və fəsaxət onu hiss edirəm. Bəli. Və oradan, yəni elə birinci dəfə oxuyuram. Birinci dəfə oxuyuram, bəli. Ki deyir, fəxr eləmə insan çox şeyə fəxr eləyir. Belə də adi şeylər, telefon. Görsən, adamın ucuzlu telefonu olanda görsən, əlinin içində gəzdirir. Biz bahalı telefon alan kimi belə tutub, stolun üstünə qoyur, nömrəni də yığanda belə yığar. Nə oldu? Bu telefon da zabaşa bundan 500 manat fərqlidir, 300 manat fərqlidir. Bu fəxr eləməli bir şey deyir ki, büdrədin düşdü ayağının altına sındı, özün tapdı. Özlər var, düşə kimsə tapdı ya, bir var düşə maşının altına, elə deyir. Elə əlindən düşdü, özün də tapdadın. Heç kimlə də yapışa bilməyəcəksən. Budur, fəxr eləməli bir şey deyir. Fəxr eləyəndə yerə möhkəm şeydən fəxr eləyəsən. Və kəfabi fəxrən ən təkun əli rəbbən. Ən böyük fəxrin budur ki, Allah sən mənə rəbb olasın. İndi baxın, insan bu boyda izzəti itirir. Bu boyda iftixarı itirir, gedir şeytanın bəndəsi olur, Allah da onu vəkilliyindən imtina edir. Onun vəkilliyindən imtina edir. Vəkilliyindən imtina eləyəndən sonra qalır öz başına. Bayaq Həzrəti Rəsulullahdan o hədisi odur. Allahümmə la təkkin ilə nəfsi tərfətəyin nəbədə. Allah bizi nəfsimizin bir göz qırpımı da belə nədir? Nəfsimizin umuduna qoyma. Ya məsələn, məsumların dualarında var ki, İnnəkə in və kəltəni ilə nəfsi tuqərribuni minəşşər və tübaiduni minəl xeyr. Allah, birdən sən məni nəfsimin umuduna qoysun, vəkillikdən çıxsın
Mənim əlimdən tutmasın. Yaxşı, buraxsın mənə başıma, məni daim bu pis işlərə, şərrə yaxınlaşdıracaq və xeyirdən də uzaqlaşdıracaq. Şərrə yaxınlaşdıracaq, xeyirdən də uzaqlaşdıracaq və cairun ən qəsd səbil. Buradan da başlayır da hacı. Elə niyə Allah Taala məhz insanı day vəkil olmur? Allah o insanın özünə vəkil edir. Vəkələhullah deyir də ilah nəfsi. Allah onun vəkilliyin verəcək özünə. İpin atacaq başına. Da özün bilərsən. Əli əleyhissalam deyir, o xütbələrinin birində. Deyir, Allah birdən bilənlərlə əhd-i peyman almasaydı bilənlərdən ki, bilməyənləri öyrədin. İmkanlardan əhd-i peyman almasaydı imkansızların əlindən tutun. Alimlərdən əhd-i peyman almasaydı ki, cahilləri cəhalətdən çıxardın. Mən bu karvanın ipin atardım başına, əvvəlinin kasası ilə axırını solardım. Yaxşı, qalardı başına. İndi Əli əleyhissalam bunu deyir. Allah da deyir, vəkələhullah ilə nəfsi. Allah buraxar onu öz başına, deyər ki, nədir? Da özün bilərsən, nədir? Qiyamət var da qabaq. Sabah can vermək var. Sabah elə təzədən qaydatsan. Sabah gedətsən qapılara. Əli əleyhissalam deyir ki, mənim qapımdan gedəndə düz gedirsiniz. Düz qamət. Bir gündən sonra qayıdıb gələndə görürəm ki, rəzalət qapısı sizin belinizi büküb. Gedib sınıb qayıdıb gəlmişsiniz. Yaxşı, gedib əzilib qayıdıb gəlmişsiniz. Və mən yəkfir bit-tağut və yu'min billah fəqət istəmsəkə bil-ürvətil vüsqa. Adam şeytana görə küfr eləyər, Allaha iman gətirə, ondan sonra möhkəm ipdən yapışa bilər ki, lənfisam əlaha. O ip heç vaxt qırılmır və heç kim də qıra bilmir. Allah bizi inşallah o ipdən yapışanlardan qərar versin. Amin ya Rabbel aləm. Hacı, valla o qədər belə maraqlı, şirin oldu ki, həm də çox ibrətli, çox dərs oldu bizim üçün ki, istəmirdik qutarsın, amma neynəyək ki, vaxt gəlib yetişdi. Çox təşəkkür edirik. Allah kömək olsun, mən də sizə görə inşallah. Allah var eləsin sizə həmişə inşallah.